Avropanın orta mənzilli hava tədqiqatları mərkəzi İCMWF 2027-ci ilin qış mövsümü üçün ilk siqnalları göstərir. Xüsusilə də troposferin yuxarı qatları və stratosferin aşağı qatlarındakı şimal qütbündəki qütb siklonları polar vortex fenomeni 2026-cı ilin payız mövsümündə normaldan güclü, 2027-ci ilin qış mövsümündə isə normaldan şiddətli şəkildə dağılmağa məruz qalması gözlənilir. Yəni bu proseslərin ümumi tendensiyası nəticəsində şimal enişlərində Azərbaycanın da yerləşdiyi Qafqaz regionunda 2026-cı ilin payız mövsümündə yağıntıların bol yağmasına, leysan yağışların bol yağmasına, 2027-ci ilin qış mövsümündə isə qəfildən gözlənilməz sərt soyuqların müşahidə edilməsinə səbəb olması potensialı var. Hazırda faktiki olaraq şimal qütbündəki qütb siklonları vaxtından əvvəl toparlanmağa, güclənməyə başlayır. Əslində qalsa ötən illərin bu dövründə şimal qütbündəki siklonlar bu qədər erkəndən güclənməyə məruz qalmırdı. Normalda çoxillik göstərici əsasən avqust ayının sonları və sentyabr ayının birinci 10 gününə doğru bu prosesin, yəni şimal qütbündəki siklonların toparlanmağa, artıq güclənməyə başlaması müşahidə edilməli idi. Lakin 2026-cı ilin artıq avqust ayından başlayaraq bu proseslərin 10-15 gün erkəndən başlaması gözlənilir. Mənim bu danışdıqlarım xüsusilə də akademik fəaliyyətlə əlaqədar olaraq akademiyalarda keçirilən dərslərə uyğun gəlir. Yəni standart bir hava təhlili deyil. Bunun üçün də bir sıra izləyicilər dediklərimi tam olaraq anlaya bilməyə bilər. Ümumi olaraq bunu deyə bilərəm ki, 2026-cı ilin payızı bol leysanlı, 2027-ci ilin qışı isə gözlənilməz sərt soyuq hava ilə yadda qala bilər.